Gəlin belə bir sual izahına baxaq. Kökü feil olan, lakin feildən düzəlməyən sifətlər hansı cümlələrdədir? Bu tipli testləri düzgün və daha rahat tapmaq üçün ilk növbədə cümlədən nə cür sualına cavab verən sözləri seçmək lazımdır. Məsələn, birinci cümlədə ay quşcuğazlar, siz nə yaraşıqlısınız? Bu cümlədə yaraşıqlısınız sözü necə sualına cavab verir? Çünki biz xəbərli şəkil üçün çıxsaq, geriyə yaraşıqlı sifəti qalır. İkinci cümlədə biliksiz adamların silahları da qələbə qazana bilməz. Necə adamların biliksiz? Gülər saf çöhrəsinə bir dağınıqlıq çökmüşdü. Dalğınlıq çökmüşdü. Necə çöhrəsinə gülər, necə saf. Və nəhayət xalqın böyüklüyü tarixdəki müsbət rolu ilə təyin edilir. Hansı müsbət rol tarixdəki? Yəni burada bu 5 söz necə sualına cavab verir. Yəni burada böyüklük sözü çaşdırmasın, o böyük sifətindən böyüklük ismi yaranıb, o aid deyil. Və digər çaşdıra bilən o ola bilər ki, necə rol, müsbət rol. Bu da sadədir. Yəni biz ümumiyyətlə sadələrdə çıxsaq, məsələn, saf sözündə çıxırıq, müsbətdə çıxırıq. Bizə nə lazımdır? Düzəltmə bir sifət olsun. Geriyə qalanları isə belə təhlil edək. Yaraşıqlı sözü. Yaraşıqlı sözün kökü yaramaq feilidir. Yaradan yaraş feili yaranır, yaraş feili. Yaraş feilindən də yaraşıq ismi əmələ gəlir və nəhayət yaraşıq ismindən də yaraşıqlı sifəti əmələ gəlir. Yəni, biz bir sözün nədən yarandığını bilmək üçün axırıncı leksik şəkilsinə çıxsaq, geriyə yaraşıq ismi qaldı. Deməli, birinci variantı götürə bilərik. Çünki kökü feildir, yara feili, amma yəni yaramaq feilindən söhbət gedir. Ümumi olaraq isimdən yaranmış sifətdir. Biri götürürük. Biliksiz adama baxaq. Biliksiz sözün kökü bil feilidir. Bil feili, bildən bilik ismi yaranır. Bilik ismindən də biliksiz sifəti yaranır. Cümlədə sözdə iki leksik şəkilsi olduğuna görə biz axırıncını çıxaq və geriyə sual verək. Bilik. Bilik sözü isimdir. Amma kökü feildir. Deməli, biliksiz sifəti bilik ismindən yaranıb. Halbuki ümumilikdə kökü feildir. Deməli, ikini də götürmək olar. Üçü niyə götürmürük gülər sözü? Burada gülərdə gül sözün köküdür. Ər də leksik şəkilsi funksiyasını yerinə yetirir. Yəni, güləyən mənasında. Amma bir sözdə bir leksik şəkilsi varsa, o deməkdir ki, onun kökü də, yarandığı nitq hissəsi də feilin özüdür. O baxımdan 3-ü çıxırıq. 3 olan variantları götürmək olmaz. 4-cü cümlədə isə tarixdəki sözü, sözün kökü tarix, dəki isə leksik şəkilçi. Yəni, tarix ismindən tarixdəki sifəti yaranır. Ümumiyyətlə, bunun kökü feil deyil. 4 heç bir halda götürmək olmaz. Və geriyə qaldı 1-dən 2. Yəni, tək biri yox, 1 və 2 variantını seçmək lazımdır.